Salam, bu videomda sizlərə 20 apreldə keçirilmiş buraxılış imtahanının İngilis dilinə aid olan qrammatik testlərinin izahını paylaşacağım. 13-cü testimdən izahıma başlayıram və variantlardan görürəm ki, preposition, yəni sözünlərə aid olan testlərin bir növüdür. Deməli, bu şəkillər çəkilmişdi dostum tərəfindən by my friend. Nə ilə? With mobile phone. Mobil telefon vasitəsilə, yəni doğru cavabım D variantıdır. Keçirəm 14-cü testimə. Birinci baxıram ki, burada zamana aid olan bir testdir. Money bilirəm ki, təkdə olan sayılmayan bir isimdir. O zaman B-də ar cəmdə olduğu üçün arı çıxıram. Money-nin xəbəri cəm ola bilməz. O dəqiqə D-dəki vörü də çıxıram. Çünki cəm xəbərdir. C-də isə izindiki zaman qeyb keçmiş zamandır. Zamanım uzlaşmayıb. Deməli, A və Y-də qalıram. Və baxıram ki, burada zamanlarım uzlaşıb. Deməli, cümləyə baxmalıyam. Pul kəndlilər tərəfindən tapılıb. Deməli, məchul növdədir. Kim tərəfindən tapıldığı by sözünüsü vasitəsilə sonda bildirilib. Deməli, elə bizə lazım olan A variantında məchuldan işlənən variantdır. 15-ci testimdə passive voice bilirik ki, məchul növdür. Deməli, doğru məchul növdə olan cümləni istəyir və cümləmin məchulda olduğunu necə bilirəm? Cümləmdə mütləq to be-nin forması am, is, are, was, were, ondan sonra participle to, yəni ya sonu edli feil, ya qaydasının üçüncüsü və yaxud da have been, yenə P2 və yaxud da shall be, will be yanında P2 olmalıdır. A variantda baxıram ki, bunların heç biri yoxdur. B-də isə görürəm ki, izdən sonra P2 verilib mənə. Passive voice-in qaydasındakı kimi. B düzdür. C-də isə izdən sonra mənə ing verilib. Davam edici zamanda məchul necə olur? Is being collected şəklində olardı. D variantında yenə heç bir köməkçi feilim yoxdur. Y'də də yenə to be-nin heç bir forması yoxdur. Deməli, doğru cavab B-dir. 16-cı testdə. Collection, kolleksiya sayılan isimdir. Mütləq artiklı olar. O zaman artiklı verilməyən D variantını çıxaq. Və ismimi təyin eləyən sifətim saitlə başlayıb. Deməli, E yox, ən artiklı ilə ola bilər. Bura qədər qaldı. Və zeri zeradan sonra isə heç vaxt Z artiklı gələ bilməz. Çünki zeri zera olan cümlədə təsvir olunur. Təsvir isə qeyri-müəyyən artiklı ilə olur. B və C qaldı. Deməli, birinci tərəfdə bizdə ilə ən artiklı olacaq. İkinci tərəfdə isə muzeum samitlə başlayıb. Niyə ən artiklından olsun ki? Elə doğru cavabım B variantıdır. Daha sonra burada isə deyir ki, bu sözlərdən birini bura əlavə eləməliyəm və o elə bir məna verməlidir ki, insanın davranışını göstərməlidir. Yəni, manə. Davranış mənasını verən manə. Modal feili istəyir 18-də bizdən və baxırıq ki, nöqtədən sonra to yoxdur. A qalsın, B qalsın. C-də might bilirik ki, may'in keçmiş zamanıdır və to ilə işlənməz. Ona görə çıxıram. Can to ilə işlənə bilməz, çıxıram. Have-dən sonra isə mütləq burada to olmalıdır. Yoxdur deyə bunu da çıxıram. A və B qalır və baxıram tərcüməmə. Anam çox yorğundur. Mən ona kömək etməliyəm. Gərək ona kömək etməyim. Artıq tərcüməmə görə görürəm ki, B variantıdır. Kömək etməliyəm. 19-cu testimdə cavablardan görürəm ki, cümləmə xəbər təyin eləməliyəm. Və cümləmdə söz önünü görən kimi bilirəm ki, bu xəbərim söz önüdən əvvəl gələn isimimə aid olar, yəni information. Bu da təkdə olduğu üçün cəm xəbərləri 3-ü 4-ü çıxıram, cavabdan da çıxıram. Avtomatik qalır 2-5 və soruşa bilərsiniz ki, niyə görə will olmadı? Axı will həm tək, həm cəmlə işlənə bilir. Çünki will'in burada işlənə bilməyi üçün will'dan sonra kökündə feil gəlməlidir. Məndə isə P2 formasında gəlib. Ona görə will da işlənə bilmir. Keçirəm 20-ci testimə. Yəli hal istəyir məndən.
Doğru yəli hal. This cəmdədir, men cəmdədir və kökündən dəyişərək cəmləndiyi üçün yəli halı apostrof s ilə verirlər. Luggage təkdədir. Xəbərdə ikinci isimə aid olar tək verilib. Bu doğrudur. B-də men kökündən dəyişdiyi üçün həmişə apostrof s olur. S bitişə bilməz. C-də zis cəmdə mən təkdədir. Bu cür ola bilməz. D-də zət təkdə mən təkdədir. Amma mən həmişə apostrof s olur. S bitişdiyi üçün bu da yanlışdır. Y-də zis tək men cəm olmaz. Mütləq hamısı A-dakı kimi olmalıydı. 21-ci testimdə. Deməli, baxıram ki, kofeni bugün kim hazırlayıb? Cavabım C variantıdır. Və yaxud da başqa şəkildə desəm, görürük ki, burada xəbər verilib və ikinci feilim verilib. Bir dənə who'dan what'dan sonra birbaşa bu cür xəbər gələ bilər. Digər A, D və Y-ni bura əlavə eləyə bilməyim üçün ondan sonra köməkçi feilim gəlir, daha sonra burada mübtədam, daha sonra əsas feilim gələr, bu şəkildə söz sıram gedər. Yəni A-nı, D-ni, Y-ni bura heç vaxt qoya bilmərəm, çünki köməkçi feilimdən sonra mübtəda yoxdur. Deməli bizə elə burada mübtəda lazımdır. O da ya who'dur ya da what. Mən də tərcüməmə görə baxıram ki, what-u ora əlavə eləyə bilmirəm. Ona görə mən burada C-ni əlavə eləyirəm. Kofeni bugün kim hazırlayıb? Nə hazırlayıb? Yox. 22-ci testimdə. Baxıram ki, cümləm cavablardan görürəm ki, conjunction'a aiddir, yəni bağlayıcılara. They didn't invite me to the party. Onlar məni partiyə dəvət etmədi. I didn't go. Getmədim. Onlar məni dəvət etmədi. Buna görə də so I didn't go. Mən də getmədim. Qrammatik testlərimin ardı da burada. 23-cü testim definition'dır. Honest şərəf. Patient'ın həm səbir mənası var, həm də xəstə mənası var. Kreativ də yaradıcı. Deməli, C variantında həmişə doğrunu deyən, yəni şərəfli. Deməli, C-dəki 1 olacaq. 1C olanda, bax burada D və Y variantındadır. Having a lot of imagination and new ideas. Çoxlu, deməli, təəssüratları, fikirləri olan, yəni yaradıcı. Deməli, 3də B olacaq. O da, bax, bu variantdadır. Deməli, doğru cavab Y-dir. Being able to wait for a long time. Uzun müddət gözləyə bilən, o da səbirdir. Yəni, burada da 2-dir. Deməli, biz elə doğru şəkildə tapmışıq. 24-cüdə close, yəni yaxın, sinonim istəyir. Nice, beautiful, gözəl. Old, köhnə və yaxud da yaşlı. Rude, kobud. Şən, kədərli. Çətin, asan. Uzun, qısa. Əslində çox asan sözlərdir. 25-də isə bizdən antonimi, yəni əks mənanı istəyir. Təhlükəli, təhlükəsiz. Bu doğrudur. Kifir, ağıllı olmaz. Çətin, qədim olmaz. Darıxdırıcı, maraqlı. Deməli, burada da cavab 1-4-dür. Bu da mənim qrammatik testlərimin izahı. Bu qədər izlədiyiniz üçün sağ olun.